Avropada və Amerikada məhkəmələrdən öncə pre-trial mərhələsi keçirilir. Kadrlardan da gördüyünüz kimi, pre-trial mərhələsində belə artıq olduqca geniş bir kütlə кейsi izləyirdi və Amerikanın bütün ştatlarından, hətta 9 xarici ölkədən media nümayəndələri pre-trialın çəkilişini və mediada yayımlanmasını təmin etmək üçün Floridaya gəlmişdi. Və bu əsnada əsas ideya Ted Bundy'nin bütün kaprizlərini və bütün tələblərini yerinə yetirmək idi. Nəyə görə? Çünki Bundy'nin əsas ideyası bu idi ki, mənə qarşı qərəzli bir münasibət var və bu münasibət mənim mühakiməmin obyektiv olmamasına gətirib çıxaracaq. Və tələb edirdi ki, bütün mühakimədə iştirak edən şəxslər onun özü tərəfindən seçilməlidir və o onların hər birinin fikrini dinləməlidir. Pre-trial mərhələsində Tedin bu fikrini dəstəkləyən bir hal yaşanır. Anlılardan biri öz fikrini söyləyəndə belə bir cümlə işlədir ki, mən Teda baxanda o məni qorxudur. Və Ted bunu əlində bayraq edir, deyir ki, gördünüz, mən hələ təqsirli bilinməmişəm, hələ məhkəmənin heç bir qərarı yoxdur, amma artıq mənim haqqımda belə bir qərəz formalaşıb insanlarda. Və ona görə də bütün medianın da işi izlədiyini nəzərə alaraq, bütün istintaq iştirakçıları Tedin bütün tələblərini və istəklərini yerinə yetirdilər. Bu tələblərin biri də Tedin özünə vəkillik etmək istəyi idi ki, bunu da nəzərə alırlar və Ted Bundy öz keysində özünü rəsmi olaraq təqdim etmək hüququ qazanır. Bundan sonraki mərhələdə isə artıq hakimlər müəyyənləşdirilir və məhkəməyə hazırlığı başlayır.